Доброе утро, народа мира. Доброе утро, планета. 28 октября 2025 год, вторник. Всем желаю доброго вторника, хорошей недели, с хорошими вестями, с радостями, здоровьями. Аминь. Каждый день я молюсь для всех народов, для каждой семьи, для каждого человека, для природы, для всех живых, которые живут в природе. Мы все созданы Богом, мы все подлежим. Жизнь человечества, жизнь земного шара подлежит только Господу Богу, великому Богу. Аминь. Слава, спасибо за все, Господа Бога. Аминь. Слава, спасибо тебе, Господи Бога. Аминь. Пусть Господь простит всех грешников, которые создали войны, вражду между народами, между людьми, которые портят жизнь человечества, которые разрушают природу, убивают в природе бомбежками всех живых. Воюющий, ваш суд в Божьих руках. Будете отвечать перед самым сильным Творцом, Отцом Господа Бога. Аминь. Народа мира, все живые, будьте храним Богом. Аминь. Господи, защити, береги Твою планету, Твои народы. Аминь, 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 аминь. Dünya xalqları, dünya insanları, hər bir ailə, hər bir canlı, hər bir ağac, hər bir çiçək, Allah sizi qorusun. Müharibələrdən, bombalardan, zəlzələlərdən, zemlətrəsənyalardan, yıkılışlardan, yerin göyün içindəki əmələ gələn qasırğalardan, bütün kainatı, yer kürəsini, insanlığı, yarattıqlarını Allah Teala qorusun. Amin. İnsanlar çalışın, günah eləməyin, çalışın, qeybət eləməyin, şərbətdən atmayın heç kimə. Ürəyinizi, vicdanınızı təmizləyin. Allaha sığının. Allahın verdiyi, bizə verdiyi vicdanı kirlətməyin. Dilinizi, sözünüzü təmiz saxlayın. Öz səhvlərinizi, öz günahlarınızı başa düşün. Çalışın, peşmançılıq eləyin. Peşman olun elədiyiniz günahlardan, səhvlərdən. Amin. 28 oktyabr 2025-ci ildir. Həftənin ikinci günüdür. Oktyabrda xudafisləşir yeryüzü ilə 26-cı ilə qədər. Allah bütün yeryüzündəki savaşları, müharibələri, düşmançılığı yox eləsin, dünyasını təmizləsin. Allah Teala hər şeyi gözəl yaradır, göndərir insanlıq üçün, bizim üçün. Şeytana qulluq eləyən, şeytana aldanmışlar, yollarını azmışlar, müharibə təşkil edirlər, insan ölümünə səbəb olurlar, təbiətin dağılmasına səbəbkar olurlar, günahlar, böyük günahlar işlədirlər, özlərini güclü göstərirlər, amma qanmırlar, başa düşmürlər ki, ən güclü Allahdır. Onların canını da yaradan, canlandıran, ruh verən Allahdır. Allahın məhkəməsinin qabağında, Allahın divanının qabağında cavab verəcəklər. Allah bağışlamır. Allah bağışlamır. Allah hər şeyi görür. Hər kəsin ürəyini, fikrini oxuyur, bilir. Allah Teala heç kimi bağışlamır. Günahkarları, peşman olanları bağışlayır. Bilmədən səhv eləyənləri bağışlayır. Günahını başa düşüb, Allaha yalvarıb, peşman olanları Allah bağışlayır. Açkini elə belə yaraşıq üçün taxsın. Mənim açkiyə ehtiyacım yoxdur. Gözüm bax, kompüterdən qıraqda oturmuşam. Kompüter 1,5 metr məndən uzaqdır. Çarpayımın yanındayam. Gözüm oranda ən xırdaları görür. Bax yazılıb Kanal 7 canlı izlə. Ən çox Türkiyənin kanallarına baxıram.
Vətənin kanallarına baxıram. Ərb TV-yə baxıram, As TV-yə baxıram, Xəzərə baxıram. ATV-yə baxıram, ATV Azada. Zaur Nəbioğluna baxıram. O mənim yoldaşımın yerlisidir, Cəbrayıllıdır. Mənim də balamın kökü, atası Cəbrayıldandılar, Mahmudludandılar. Neysə, bu açkini elə belə taxmışam. Həmişə Ağdamdan aldığım o talismanım olan açkiləri taxıram. 28 oktyabr 2025-ci ildə həftənin ikinci günüdür. Hər gün bütün insanlıq üçün dua edirəm. Allaha yalvarıram, hamımız üçün. Allaha məxsusuq, Allaha borcluyuq. Bizə can verən, yaradan, yaşadan, yedizdirən, verən, alan, aparan, gətirən Allaha borcluyuq hər şey üçün. Biz də 5 nəfər satqınların hesabına şərbətdən atan vicdansızların hesabına Rusiyadayıq. Amma mənə 5 nəfər satqın, böhtan atan, mənim onlara verdiyim tuş çörəyi, onlara elədiyim kömək əli, uzatdığım kömək əlimi yaddan çıxardan, onların pisliklərini, səhvlərini üzərinə dediyim, örtbasdır elədiyim 5 nəfər satqın, 5 nəfər yox, 5 nəfərin biri Qərbəndəndir, müəllim. Hardan gəlib onlara ilişib bilmirəm. Məni bir sənət adamı kimi, bir aktyor kimi, artist kimi tanıyırdı. Çünki onların da məktəblərinə gedirdim. Tamaşa təşkil edirdim məktəblilər üçün, kolxoz üçün. Teatrın ikinci müdiri kimi olmuşam. Məni tanıyanlar, yaşlı adamlar varsa, adamlar məni tanıyır ki, mən əclaflıq eləyib yalan danışmıram. Əstəğfurullah, mənim dilimdən yalan çıxmaz. Yalan ömrümdə bir neçə dəfələrlə yaxşı, sakitləşdirən kimi görmüşəm, qonşu ilə mübahisə eləyir, yaxınlaşmışam, bir yaxşı bir söz atmışam, ortalığa yalan söz sakitləşdirmişəm. Gülmək üçün bir yalan danışmışam, gülmək üçün, gülüş üçün, yumor danışmışam. O da yalan adlanırdı. Amma alçaqlıq eləyib, kiməsə böhtan atam, kiməsə şərböhtan atam, kimin haqqındasa oturam qeybət eləyəm. Əstəğfurullah. Bir dəfə Ağdam teatrında hər gün məşqə gedəndə çay xoram, çox çay xoram. Hələ çayın yanında paxlava, tort, şokolad, şirniyyat olanda, mürəbbə olanda əl çəkmirəm. 20-yə qədər, 20 stəkana qədər çay içərəm, çay xoram. Neysə, püfetə girirdik, teatrımızın püfetinə girirdik, çay içirdik məşqə qədər. Bir dəfə getdim ki, addımı atanda ki, püfetə girərəm, gördüm ki, rəhmətli Simuzərdir, mənə satqınlıq eləyən, satqın, pozğun Cəmilədir. Hacıyev Fəxrəddinin aşnası, Nəqliyyat İdarəsinin, Nəqliyyat Məktəbinin müəllimi, Sabirin ailəsini dağıdan, Sabirlə əlaqəsi olan, Sabirlə dalaşmışdı, nəysə qısqanmışdı Sabiri. Mən onu xəstəxanaya, özünü yandırdı, mən onu xəstəxanaya götürdüm. Xəstəxanada həkimləri tökdüm başına. Ay vicdansız alçaq, məcburam, bunu deyirəm. Sən mənə, sənlə Fəxrəddinin şərinə, böhtanına görə mən Ağdamdan uzaq düşdüm. Bəlkə indi xalq arşivi almışdım mən. Mənim əməkdarlığım 85 noyabrın 7 noyabr bayramı ərəfəsində verildi. Aprel idi, yoxsa martda 85-də getdik. ASTV-də çıxışımız oldu. Başrolla oynadığım Sən nə üçün yaşayırsan da Şərqiyəni oynuyordum başrolda. Pəricadıda
Səliməni oynadım. 3 dənə epizodun oynadığım başrolların parçaları var. Asivinin arxivində var. Asivi açsa, maraqlanıb açsanız görəcəksiniz. Heydər Şəmszadə bizlə getmişdi. Bütün artistlər, Heydər Şəmszadə, Allah rəhmət eləsin, baş rejissorumuz idi. O Asividə çıxırsan sonra teatrımızın müdirliyinə mənim haqqımda çox yaxşı məktublar gəlmişdi. Tərifləmişdilər. Kollektivimiz hamısı güclü idi. Hamısı güclü kollektivimiz var idi. Əməkdar artist Narınc Məlikova, əməkdar artist, sonradan əməkdar oldu Qurban Mirzəyev, Qurban əmi, rəhmətli İbrahim əmi, Tofiq Qarayev, mənim oğlumun kirvəsi. Tofiq hələ əməkdar deyil idi, Bakıda deyil idi. Bakıda əməkdar alıb. Ağdam dağılandan sonra. Nəysə, güclü kollektivimiz var idi, güclü. Mənə mərdumazarçılıq eləyən Cəmilə də bizlə işlədi. 84-də mi gəlmişdi, 83-də Yerevan teatrından qovulmuşdu. Gəldi bizlə işlədi. Əvvəl Sumqayıt teatrından qovulub. İndi YouTube'da onun haqqında o qırmızı pərdə bir TV-də nədirsə, onun haqqında verilişə baxdım. O operator, onun rejissoru bilsəydi ki, sən kimsən Cəmilə, ki, ailə dağınansan. Sumqayıtdan 2 dənə gözəl balası var, gözəl oğlanları var. Tərlan, Nəcəf, Sumqayıtın artisti Vaqif Rəsulovdur ya Məmmədovdur, bilmirəm. Sumqayıtın artisti, onun yoldaşı, həyat yoldaşı olub. Nəysə səhvinə görə onu qovublar oradan. Gedib Yerevan teatrına. Yerevan teatrında da mənim yoldaşımla orada tanış olub. Mənim yoldaşım Ağdamda biraz içən adam idi. Adını çəkmirəm. İçən adam idi. İçkisinə görə, tamaşaları pozduğuna görə, içə-içə səhnəyə çıxdığına görə teatrdan çıxartdılar. Mən də heç nə eləmədim. Çünki mənim də canım boğazıma yığılmışdı onun içkisindən. Gedib Yerevan teatrında işləyib, onunla tanış olublar. Sonra mənim yoldaşım, uşağımız var idi, oğlumuz var idi. Gəldi, qayıtdı, gəldi, xahiş elədim. Söz verdi ki, içməyəcək. Teatr onu yenidən qaytardı. Çünki çox talantlı, bacarıqlı, talantlı aktyor idi. Azramada işləmişdi. Azramadan da içkisinə görə çıxartmışdılar. Leyla Bədirbəli, Allah rəhmət eləsin, Vaqif oynamışdıq. İsmail Dağıstanlı, Leyla Bədirbəli Ağdama gəldilər, bizlə Vaqifi oynadılar. Mən də Gülnar oynayırdım. Allah rəhmət eləsin, Leyla çox yaxşı qadın idi, yaxından tanış olduq. Mənə bir kasınka bağışladı. Mənə dedi ki, sən yoldaşına, o sənə layiq deyil, o belə adamdır. İçəndir, ayağını, addımını səhv qoyandı. Ona görə Azramadan çıxartdılar. Nəysə, yoldaşım gəldi, qaytardılar. Mən də xahiş elədim müdirimizdən, Məmməd Əmirovdan, Heydər müəllimdən, rejissorumuzdan. Ailəmizə görə, uşağa görə qaytardılar onu. Söz vermişdi ki, içməyəcək. Biraz içsi, 1 aydı, yoxsa 2 aydı artıq yenidən içmirdi. Hər gitmişdi. Bu Cəmilə adlanan, Cəmilə Rəsulova, Məmmədova. Demə oradan qovublar. Nəysə gəldi. Yoldaşım bunu görəndə nəysə gəldi, xahiş elədi. O videosunda deyir ki, məni Ağdam teatrı dəvət elədi. Vicdansız. Ağdam heç bilmirdi sən kimsən. Hardan bilirdi Ağdam? Sumqayıtdan qovulmusan. Getməsən Yerevanda işləmirsən. Orada da pozğunçuluq üçün, mənim yoldaşımla da yatıb durduğun üçün erməni barında lüt, rəqs oynamısan. Bunu özün danışımsan. Sonradan bizlə işləyib, tanış olandan sonra mənə inanırdın. İndi məcburam, mən qeybət eləyəndə öləm, amma bax, burada məcburam deyirəm. Sən danışımsan ki, bara gedirdim.
keyfli həyat idi, keyflidir. Rəqs eləyirdin. Ay vicdansız, hə? Sonra mənim yoldaşım ona dedi ki, bunu nəysə götürdülər işə. Yoldaşım dedi ki, o səhv adamdır, bizə evimizə qoyma. Amma mən hələ tanımırdım da bunu, bu Cəmiləni. Onun sözünə baxmadım. Dostluq elədim, evə çağırdım. Çay-çörək kəsdi, bir bacı kimi olduq. Sirrini mənə danışırdı. Elə şeylər danışıb ki, mənə Ermənistandan özü danışıb. Sonra 1-2 aydan sonra 3 ay keçdi, 4 ay keçdi belə də bir yarım ilə qədər. O ərəfədə də Siyavuş Sultanovla yaxın oldu. Narıncın yaxını nəysə, söz altı mənasını başa düşün. Naqil Primovla yaxın oldu. Narınc bildi, Narınca xəbər getdi. Narınc gəldi, bizim artistlərin yataqxanasında qalırdıq. Spalkomun köhnə binasında 28 aprel 70-də. Koridordan Narınc bunu biabır elədi, bunu nəysə. Özünüz bilin də elə nə olar. Çıxartmaq istədilər işdən. Yenə də mən girdim içəri. Buna dedim ki, səhvlər eləyirsən. Niyə eləyirsən? Hələ nəysə. Dalısını gətirməyəm. Hə, sonra Siyavuşdan, Naqildən bu məsələ biraz yatdı, sakitləşdi. Bir də gördük ki, hə, Sabir müəllim deyilirdi. Ağdamın avtoşkolanın, nəqliyyat məktəbinin müəllimi idi. Bir sayılan adam idi, o da səhv elədi. Nətəri hardan gəldi, bunun toruna düşdü, bilmirəm. Arvadı müəllimə idi, gözəl ailəsi var idi. Hə, bir də gördük ki, bu Sabir gedir, gəlir yataqxanaya bunun yanına. Hə, görüşdülər, elədilər. Artıq açıq-aşkar Sabirlə bir yolda oldu. Bir dəfə Sabiri qısqanmışdı bir adama. Sabiri qısqanmışdı, özünü yandırdı, güya Sabiri sevir. Gecə bunu xəstəxanaya götürdürdüm. Xəstəxanada soyuqda yanvar ayı idi, fevral. Soyuqda uşağım koridorda ora-bura qaçırdı, körpə uşaq. Mən bunu həkimləri tökdük, nəsə sağaltdıq. Hə, bədənində onun sinəsi yaradı, möhkəm yanmışdı çünki. Sabirə bildirmək istəyirdi ki, qısqancığından Sabiri sevir. Sabirdən sonra nəysə, Sabirin ailəsi dağıldı, nəysə. Sonra bu Hacıyev Fəxrəddin gəldi bizim teatra, Tarçalan Fəxrəddin, erməni oğlu, hansı ki Zarıslı Hacıyev, Ağdamın Zarıslı Hacıyev, Zarıslıdan olan Hacıyev uşaqları olmurmuş. Gedib Gəncənin Kiravadın uşaq evindən 5 yaşında bu Fəxrəddini götürüb gətirib. İndi onun ermənidən doğulmaq üçün günahı yoxdur ki, erməni də insandır. Vicdansız alçaqlar bütün millətlərdə var, qonşuda var, ailədə var, qohumda var, iş yoldaşlarında var. Mənim bu satqın 5 nəfər adlarını çəkdiyim, məcbur bunu dediyim, məcburam bu sözü dedim. Çünki onlar mənim bir günahım olmayıb. Bütün Ağdam cəmaatı mənim fəaliyyətimə, mənim bacarığıma hörmət eləyirdi. Qonşularım sevirdi məni, iş yoldaşlarımın 90% məni sevirdi, hörmət eləyirdi. Teatrda fəaliyyətçi idim, teatrın qastrollarını təşkil eləyirdim. Kolxozlarda, məktəblərdə, Gədəbəydə. Mən Naxçıvanın Mədəniyyət Naziri ilə danışdım, Naxçıvana da qastrol təşkil elədim. İlmar Qasımova dedim ki, Naxçıvana qastrolu gedəcəyik, qəbul eləyirlər. Belə fəaliyyətçi olmuşam. Mənim fəaliyyətimə görə, Ağdamdakı hörmətimə görə Qırmızı Xaç Ayparanın Ağdam rayonunun sədr müavini, baş inspektoru yarım oklad verdilər mənə. Spalkom, raykom Sadıq Murtuzayev tapşırdılar ki, həkim Paralizovanın adam idi, Bədrəddin Səlimov, Allah rəhmət eləsin. Atam kimi hörmət eləyirdim, gözəl insan idi.
Ayparanı da kömək elədim, Ayparanı qaytardım. 13 il Ayparada da işləmişəm. Qastrollarda olmayanda, Ağdamda olanda bacarırdım. İşimi elə qurmuşdum ki, həm ora gedirdim, həm ora gedirdim. Teatrda 11-də başlayırdı məşqimiz. Ayparada saat 8-də gedirdim işə. Tibb bacılarına, o yardım olan tibb bacılarına ki, deyəsiz tək adamlara, tək ayollara, zəiflərə köməyə gedirdilər. Patronajlı tibb bacıları. İşlərimi eləyirdim. Nə sözümü tərifləmirəm, astağfurullah. Məni demin ki, özüm tərifləyir. O, sevmirəm. İnsanın hərəkətini qonşu görür, qıraq görür, işçi görür. Nəysə, deməyim prosto odur ki, mənim iş yoldaşım üçün, vətənim üçün, teatrım üçün, qonşular üçün bir dənə elə bir günahım olmayıb. Qeybət sevmirəm. Qeybət eləyən oğraş adamdır. Millətçi deyiləm, millətçi alçaq adamdır, kafirdir. Allaha cavab verəcəklər. Nəysə, bax bu vicdansız bu cəmilə. YouTube'da tapdım. Orada qəşəng kommentariyalar yazdım onun haqqında. Əgər o qırmızı pərdənin rejissoru, operatoru onu tanısaydılar, yalandan nələr danışsa, Dağılan İttifaqı rejissor olmuşam, ay vicdansız, sən rejissorsan. Ağdam dağılıb, cəmaatımız yazıq teatrdakı kollektivimiz pərəmpərslər olubdu. Gediblər Bərdədə. Bu Dağılan İttifaqda o da oynayırdı, mən də oynayırdım. Proqramlarımı xilas eləmişik, sənədləri, sənət albomumu xilas eləmişik, buradadır. Albomuma qoymuşam, videolarım da var. Orada artistlər hamısı hazırdılar da. Mizanları da bilirlər, hər şeyi bilirlər. Bərdədə dövlət tapşırığı kimi, həm də kömək, yardım kimi mədəniyyət evində bunlara yer veriblər, kollektivimiz. Orada Dağılan İttifaq hazır tamaşadır da. O pərxəşliyi olanda hazır idi də, teatrımız hələ işləyirdi. Oynayıblar, ad qoyub ki, rejissor olmuşam. Sən rejissorsan, savadsız. 10 ili bitirmişsən, bitirməmişsən bilmirəm. O qırmızı pərdədə bunun haqqında çəkilmiş o verilişdə mən də onu kopirovka elədim, gözümü öz hesablarıma. Elə yalanlar danışdı ki, teatrım üçün dağılmışam, teatr üçün belə eləmişəm, elə ay vicdansız nə qarmısan sən teatr üçün? Teatrda artist işləyirdin. Gəldin, 85 idi, 84-85-də gəlmişsən. Yalanan deyirsən ki, 83-də mənə əməkdar verilmişdi, sonra nə oldusa oldu, sonra aldım. Az əməkdarlığı sənə bu müharibədən qaçqın bir Ağdamın teatrının artisti kimi verdilər sənə. Əməkdarlıq halaldır, Fəquma Mehdiyevaya, Ayda Qasımovaya. Bax, o iki adam, bu artistlər Ağdamdan hələ məndən biraz cavanlar, 1-2-3 yaş. Aydadan soruşun, Fəqumadan soruşun mənim fəaliyyətimi, mənim haqqımı görün, mən bu danışdıqlarım yalandırsa, Allah mənə qənim olar. Nəysə, bir fikir məni məcbur elədi ki, bunları danışım. Nəysə, əzizlərim, bütün Ağdamda yaşa dolmuş, keçmişlərdə məni tanıyan, məni yaddan çıxartmayan bütün dostlarıma, qonşularımdan olanlara, teatrımızda çoxları rəhmətə gedib. Allah rəhmət eləsin. Allah rəhmət eləsin bütün ölənlərə. Nəysə, bütün insanlar üçün, bütün canlılar üçün hər gün dua eləyirəm. Cavanlıqdan mən belə dua eləmirdim. Gəncənin göy imamına gedirdim, uşağım da nəzir idi. 10 yaşına qədər saçını qırxmamışam, nəzir demişdik. Uşağımın da adını Allah Taala qoyub, yuxumda mənə deyilib. Həzrəti Məhəmməd Peyğəmbərin qızını mən bilmirdim ki, Həzrəti Məhəmməd Peyğəmbərin qızı Fatimə Zəhrə var. Yuxumda mənə deyib, Allah Taala
Uşağımın da adını deyib ki, adını Nəbi qoyarsan oğlun olacaq. Teatrda bir erməni qızı var idi, Renya, bizim kasserimiz idi, həm də parikmaxerimiz işləyirdi. O da hamilə idi. Bizim işıqçı Mamətlə ər-arvad kimi idilər. Mənlə spor eləyirdi, kollektivin içində də spor eləyirdi ki, sənin qızın olacaq, mənim oğlum olacaq. Mən deyirdim ki, Allah bilir, amma mən bilirəm ki, mənimki oğlandır. Neysə, onun qızı oldu, mənim də oğlum olanda yaman pərt olmuşdu. Neysə, əzizlərim, Allaha qurban olum. Deməyim odur ki, bütün bu söz mənasının, bu danışdıqlarımın axırı odur ki, insanın vicdanı təmiz olanda, dili təmiz olanda, bax deyirəm, bax bu vicdansızın elədiyi bu Cəmilənin, Fəxrəddinin hərəkətlərini, bu başıma gələn hadisədən sonra bunların mənə satqınlıq elədiyi günə qədər bunlara demişəm ki, səhv eləyirsiniz. Bunu hələ Fəxrəddinə bir şapalaq vurmuşdum. Zakatalada, mehmanxanada, qastrolda. Bax, o şapalağın baha başa gəldi mənə. Amma əslində onlar mənə pis eləməyib ki, Allah Taala yol açdı bizə. Allah Taala məni Afrikaya qədər apardı, gəzdirdi, yolumu açdı. Yaşayış üçün hər şey verdi. Məni o 5 nəfər incidən, haqqımda şərbətdən danışan ay alçaqlar. O dünyada da görüşəcəyik, o dünyada da. 4 dil bilirəm, təmiz, 100%. İndi 95-ci ildə Rusiyada qəfildən mən musiqi məktəbi bitirməmişəm. Amma cavanlıqdan, gənc uşaqlıqdan, məktəb illərindən oxuyanam, səsim var, gözəl də səsim var. Roliklərimə baxın, görəcəksiniz ki, nəysə, Sevda nənə düz deyir. Fikrim getdi səhnəyə. Nəysə, oxuyanam, gözəl səsim var. İndi də onların o 5 nəfər haqqında, bir satqınlar haqqında mahnılar yazmışam. 95-dən başlamışam musiqi yazmağa. Musiqi məktəbi bitirməmişəm. Do, re, mi, fa, sollərdən başqa heç nə bilmirəm. Nəysə, bunların səhvlərini də dediklərimə görə mənə düşmançılıq elədilər, şərbətdən danışdılar. Estağfurullah, Allah şahiddir, Allah hər şey görüb. Amma bu söz demək düzgün deyil ki, deyilir, Allah şahiddir. Allah şahid deyil, Allah hər şeyi yazdırır, görür hamısını. 4 dil təmiz bilirəm, təmiz. Azəri dili, hansı ki mən ali savad almışam, Azərbaycan dilində. Mənim ali savadım Bakının, Azərbaycanın Xalq Təsərrüfatı İnstitutunun ərzaq şöbəsini bitirmişəm. Əvvəl Kommunist küçəsində idi institut, sonra yerini dəyişdirdilər. Yataqxanamız Bakının qızların yataqxanası Bakının sirkin yanındakı küçədə idi, sirk böyrümüzdə idi. Sonra mən rektorumuzun köməyi ilə o Azərbaycanın hərbi nazirinin Goranboy Gəncə yolunun ətrafında qəbri var, sonradan bilmişəm. Görmüşəm özdə, orada qəbr var. Hərbi nazirin anasının Kübra xala idi, Allah rəhmət eləsin. Məni qızlığa götürmək istəyirdi. Evini mənim üstümə, Kommunist küçəsi 1 nömrəli evdə, Bakının Kommunist küçəsi Dağlıq məhəlləsində. Sonra məni onun evinə, qohum idilər ya nəysə, o evdə qaldım. Kirə də götürmürdü məndən. Ana bala kimi olduq. Gecələr durub ağlayırdı, oğlu haqqında bir dənə uşağı var imiş. Nəvəsi, amma arvadı da bunun yanında yaşamırdı, ayrı evə olub da. Neysə orada qaldım. Deməyim odur ki, öz dilimizdə də, erməni dilində də 100% yazıb pozuram. Ağdamın tərcüməçisi idim. Məhkəmə, prokuratura, təşkilatların,
ki, hansı lazım olurdu. Dövlət Təhlükəsizlik İdarəsində Burcayev, Ramazan Burcayev var idi bizdə, məhkəmənin sədri. Sonradan Hüseynov oldu. Ramazan müəllim, Ramazan salamlarım olsun. Əgər sağ-salamatsa, o bilir. Əgər birdən olsa, baxsa bilir ki, yalan deyirəm. Mən alçaq deyiləm, ömrümdə yalan danışmamışam. Bu danışdığımın əvvəlində demişəm ki, bir adam bir sporu, bir mübahisəni, qonşunun bir davadalaşını əgər şahid oldum, gördümsə, bir yaxşı bir söz atıram, yaxşı yalan danışıram, sakitləşdirirəm. Qeybət sevmirəm, qeybət eləyənlər alçaqdır. Qeybət eləyənin yanında, onu deyirdim, bayaqları yarımçıq qaldı. Bufetə girirdim, çay içməyə ki, məşq eləyəcəkdik. Gördüm Simzar oturubdu, Cəmilədir, səhv eləmirəmsə Ayda da var idi. Bufetimizin çayçısı Zeynal, neysə oturdum, həmişə xaş bişirirdi gözəl. Dedim ki, Zeynal, xaşın varsa mənə xaş ver. Mən addımı içəri girəndə Cəmilə qayıdıb dedi ki, qeybət yoxdur. Başqa söz, Levi danışmırıq. Möminimiz gəldi. Mənə mömin deyirdi ki, bilirdi ki, qeybət sevmirəm. Qeybət alçaqlıqdır. Şərbətdən alçaqlıqdır. Sonra mənə düşmançılıq elədi, satqınlıq elədi mənə. Ay vicdansız, o dünyada görüşəcəyik. Çünki mən də o dünyalığam, sən də o dünyalıqsan. Hamımız insanlıq qonaqdır. Bu insanlıqda qonağıq biz. Nəysə əzizlərim, çox danışmıram. Təşəkkür edirəm. Sevda nənənin kanalına yazılın. Gündəlik yazıram, xatirə qalsın məndən. Məndən sonra Allah Taala öz bildiyi vaxt, öz istədiyi kimi məni aparsa, başqa dildə də olsa, başqa dilli danışan insanlar da baxsalar, YouTube-a hamı, bütün dünya baxır. Deyəcəklər ki, belə bir nənə olub. Kanalıma dəstək olun, Allah hamınızı qorusun. Allah şeytana uyan, şərbazları, müharibə təşkil edənləri, təbiəti dağılanları, təbiətin dağılmasına səbəb olanları, insanların həlakına səbəb olanları, pərxəşlik qatınları islah eləsin, doğru yola qaytarsın. Amin. Amin, amin. Bütün Ağdamdakı yaşat olmuş məni tanıyanlar varsa, yaddan çıxartmayıblarsa, hərdən yada düşürəm. Salamlarım olsun, Allah qorusun hamınızı. Səhv yolla yaşayanları doğru yola qaytarsın. Amin, amin, amin. Բարի լույս, բարի առավոտ, աշխարհ կիմոլորակի երկրագույն ժողովուրդներ, ազգեր, Աստված պահի պաշտպանի բոլորիդ, պատերազմներից, պատահածներից, սատանային ծախված դավաճանողներից բոլորիդ պաշտպանի, ամեն օր բոլոր ազգերի համար, բոլոր ժողովուրդների համար, բոլոր շնչավորությունների համար, բնության համար աղոթում եմ, Աստծուն խնդրում եմ, որ բոլորի մեղքերը ների, սատանային ծառայող դավաճաններին, պատերազմ ստողներին, մարդասպաններին, շեղված, խաբված ճանապարհներից ուղիղ ճանապարհ վերադարձնի։ Ամին, ամին, ամին։ Դավաճանություն մի արեք, բամբասանքներ մի արեք, ուրիշ մարդու մասին վատ մի խոսացեք, ձեր սխալները տեսեք, Աստծուց ներողություն խնդրեցեք։ Աստված պահի պաշտպանի բոլորիդ։ 28 հոկտեմբեր շաբաթի երկրորդ օրն է, 2025 թիվն է, հոկտեմբերը դուրս է գալիս, Աստված լավ ռուլեր դա, ձեզ առողջություն դա, երկար ուրախ կյանք դա, ձեր գլխին մաքուր խաղաղ երկինք լինի, անպատերազմ, անվախ, ամին, մտեցեք ալիքս, սխմեցեք լայքի կոճակը, շնորհակալություն եմ ասում բոլորիդ, բոլոր հայրենիքին, հարազատներին, ծանոթներին, անծանոթներին, բարի մնաք, առողջ մնաք, խաղաղությունը ապրեք, ուրախությունը ապրեք, ձեր շիրտը մի կեղտոտեցեք, ձեր լեզուն մի կեղտոտեցեք,
Good morning, people's world. Good morning, world. Good morning, my friends woman. Good morning, my friends man. Welcome, please, my channel. Thank you, thank you, thank you. Amen, amen, amen. Thank you, God. Thank you, God. Thank you, God. Amen, amen, amen. Singer, grandmother Sevda. Singer Muhsen. Bye bye. Bye bye. Bunlar mənə Afrikada, bax bu ikisi Afrikada mənə bağışlayıblar. Cavanlıq muncuqlarımdır. Bəzək-düzək sevənəm. Baxıram ağzımın suyu axır. Nə geymirəm, nə taxmıram. Bu da Hindistan karalıdır. Sarı, qırmızı karal. Karal mərcan deyilir də. Karal jiboy olur. Yaşayır heyvan kimi. Sonradan daşa dönür. Xatirə kimi çəkirəm. Bugün küləkdir. Hərdən oktyabrda da qar yağır möhkəm. İndi bu il olmadı. Yağış da az oldu. Bir-iki dəfə yağış yağıb. Görüm bir maşın gəlsə, sonra bitirim. Gedim işimi görüm. Yolda maşın olmayanda xoşum gəlmir. Yol maşın üçündür. Neysə, kanalıma dəstək olun. Kanalımı açanda axıra qədər baxın, dostlarım. Подписчики моего канала, прошу, когда заходите в мой канал, благодарю, до конца смотрите. Иногда я себе всерьезки показываю, иногда в конце, иногда в начале разговариваю. Kanalıma daxil olanda səbirlə baxın. Mən özümü canlı ya ortada, ya əvvəldə, ya axırda göstərirəm birdən. Baxır vəziyyətə. Gündəliklər çəkirəm, gündəlik xatirə qalsın məndən. Neysə, maşın görünmür. Gedim, işimi görüm. Teşekkür eləyirəm.